Herkese salam, hər vaxtınız xeyirli olsun. Bugünləri 8 Mart Beynəlxalq Kadınlar Günüdür. Tamam bilmirdik ki. Kadınlar Günü münasibətilə Kadınlar günü, hadi kadınlar günü de. anacığımı, anneciğimi təbrik edirəm. Bütün anaların əllərindən öpürəm. Anamın qulağında gördüyünüz sırğa, əlində gördüyünüz üzük, saçının boyası, əynindəki paltar hər biri mənə aiddir. Ona görə Hoşuma gəl cəmaatda gəlsən. Bu mənə aiddir, bu mənə aiddir. Ona görə ki, mən bir evlad olaraq öz vəzifəm, borcumu yerinə yetirmişəm. Hər bir şey eləmişəm. Anam çox bir şey eləməyib. Məni dünyaya gətirib, 9 ay Heç nə eləməyib ki, ana dünyaya gətirib. Gətirməz olaydım. Məni dünyaya gətirib və anam deyir ki, sən dünyaya gəldin, mən təzədən dünyaya gəldim qızım. Mən. Səninlə dünyaya gəldim qızım şeiri Monika Bellucci'nin Bellucci kim deyir? Bellucci'nin yazdığı Bellucci tanımam. Səninlə dünyaya gəldim qızım şeirini söyləyəcəm. Sana dünyaya gəlmişəm mən. Ya sən doğdum dünyaya gəldim də, yəni sən doğub dünyaya gəldim qızım. Yəni məncə mən anamın bir dünyasıyam, boyun almasa da evladlar valideynləri üçün bir dünyadılar. Özüm anayam, ondan bilirəm. Yəni iki qızım mənim dünyamdır. Mən də əminəm ki, anam öz sevgisini biruzə verməsə də, mənə külbaşıva desə də, məni çox istəyir. Məni uşaq vaxtı döysə də, qapazları ilə böyütsə də, Çünki sən başımı yerini bilmən onun cəmaatından olsan. desə də, anam məni çox istəyir. Mənə anam uşaq vaxtı falan kəsin qızına bax, bir də sən özünə bax desə də, orada bir müqayisə var idi. Müqayisə var idi. Hamamda məni döyəndə, başımda kruşkanı vuranda. Sonra yeridir. Orada bir Tamam, sevgi. söz 8 Mart təbrik edir, deyir hamamda döyüb məni. Ya demişdim Allah hamd olsun. Orada bir sevgi var idi. Əsəbləşdim. O kruşkanın başıma çırpılmayında bir Sən sevgi var. çırpaydım, bir günlər bura çıxmazdın. O anamın məni döyməyində sevgisini... 8 Mart deyil, ana təbrik edir, ana təbrik edir. Vur yerə, vur. Küstərin qız başı. Abi gördünüz qızlar, anamın ən böyük sevgi sözü ki, sənin qız başımadır. Bəlkə öpüb, qucaqlayıb, sarılmayıb Bunu mənə. niyə deyirsən axı? Sevgi Buna demə otuzum yana töhmət vurmağa. Yox, sevgimi deyirəm də. Sən sevgən danışsan, təbrikdən danışsan. Anamın Elə belə ya, bir dənə şey Anamın bir ağacı var idi, bizi vururdu da. Yəni mən özüm üçün ağac seçib gətirmişdim. Onun başını istəmirdi də. Bu çubuqla məni Başını döysün. seçsə gətirib verməz. Daha bir etkili olar. O sevgi idi məncə. Anamın mənim saçımı yolması, anamın üstümə qışqırması, insanların yanında pərt eləməsi, ki sən başlayın döyərəm səni eləməyi. Anam o sevgi. Güzel kes, mətləbə kes. Mətləbə nə cəmaatı təkmişsən uzun mənə. Yəni biz bir sevgi ilə böyüyən bir nəsil hal-hazırda bundan ibarətəm. Buyam. Sevgidən yoğrulmuş. Döylə o böyüyüb belə olur. Döyülməsə nə olar? Yəni ki, anamın bir göz ağartmayı var idi. Orada sevgi göz ağartması idi. O bir də ağartıyorum eləyə bilsən. Ay sağ ol. Bundan bizim həyatımız keçdi. O bir göz ağartması ilə, bir arxamızda o damaşdiki atmağı ilə, bir nəyi ilə, bir uşaqların yanında saçımı çəkməyi ilə, öz həmyaşıdlarımın yanında Qurban olum, söyləməyi kes ilə. mətləbə. Nə üçün yığmısan mənim otuzumsan burada da? Ona görə mən Monika Bellucci'nin Səni doğaraq dünyaya gəldim qızım şeirini bütün analara həsr edirəm. Doğmuş dünyaya gəlmişsən, mən dünyaya gəldim. Mən doğmuşam, sən dünyaya gəlmisən də. Əgər bəlkə mən doğmasa ata səni atardı, o da ola bilərdi də. Yəni ata səni saxlamazdı. Sənə görə saxladım mənə. Yəni ki, bəzi uşaqlara görə saxladı səni. Nəysə şeirimizi deyək. Səni doğaraq dünyaya gəldim qızım şeirini anamla bərabər söyləyirik. Buyur anacığım, söz səndədir. İndi mən deyəcəm, səni doğara qədər dünyaya gəlmişəm mən. Səni doğaraq dünyaya gəldim qızım. Qızı doğaraq dünyaya gəldim deyil, səni doğdum. İndi deyək, necə demək istəyirdin? Səni doğaraq... Səni doğdum, dünyaya gətirdim qızım. Ay sağ ol. Monika Bellucci'nin şeiridir. Buyur, ilk səndə, sonra mən deyim. Yenə deyim, səni doğdum, dünyaya gətirdim qızım, gətirməz olaydım. Bir leylək mi gətirdi mənə ana? Deyirəm, doğdum, deyir, mənə leylək gətirdi. Doğdum. Leyləyin qanadında mı gəldim, dimdiyində mi gəldim? İndi mən sənə cavab verirəm. Deyəndə, Qızım, səni doğdum, dünyaya gətirdim. xatırlayıram ki, ana, deyirdin səni zibillikdən tapmışam. Oxuymuşam. Mən deməmişəm. Məni hansı zibillikdən tapdın ana? Sən mənim psixologiyamı pozub, bir ömür o zibilliyə baxıb, o qundaqdakı halımı axtarmışam ana. Zibillidə olan oxşuysan sən. Amma sən demişdin bana.
Demiştim sen zibilizə tapmışam. Sənin başına. Adilən də. Səni doğdum, dünyaya gətirdim. Zibilizə tapmadım. Aha, buyur ana. Səni doğdum, dünyaya gətirdim. Əzm özümə, adam Bir balası ömür yaşatdığın o travmalar mana adam yığan gəlib səni aparar. Söz Səni aparaydı. xortdana verəcəyəm qızım. Hı. Deyəndə hardaydı sənin analığın, ana? Niyə dağılırsan sən? Səni doğdum, dünyaya gətirdim qızım. Söz doğmaz olaydı. Bəs deyirdin sən mənim qızım deyilsən, qonşu firəngizinsən. Mən demişdim. Aha. Səni mən doğdum, dünyaya gətirdim. Bəs dedin səni pulunu almışıq. Kasıb idi, pulumuz O bu vaxt qədər uşağa belə necədir? deyirdilər də. Deyəndə, Səni doğdum, dünyaya gətirdim qızım. Heç buna əlaqəsi yoxdur. Doğdum, donqurlayıram mən burada. Doğdum. Salamat doğmaz olaydım. bəs deyirdin səni qonşu satıb bizə. Mən doğdum, səni dünyaya gətirdim qızım. Haçan, ha vaxt, niyə? Bəs niyə mənə bu qədər travmaları yaşatdın, ana? Travma yaşatmışam sən bu gündə. Sən yaşatmasaydın nə gündə olardı? Elə bu gündə. Adidə. Səndə nələr var? Doğdum, səni dünyaya gətirdim qızım. Dəqiqmi ana? Dəqiq. Neçə il hamilə qaldın mana? İl qalmırlar. Adi şeiridir də. Sənə doğdum, dünyaya gətirdim qızım. Doğdumdan dinən, dünyaya gətirməyimdən dinən bir şey dinən. Bəs deyirdin atan evə heç gəlməyirdi. Sənə bana Necə oldum mən ana? Soxdun atan ortaya. Axı sən demişdin bunları mana. Atanın üzünü görməmişəm. Gəlməyirdi evə. Hardan oldun bəs ana? Demiyirdinmi bu qız böyüyüb başa satar, hər şeyi anlayar? Sən niyə bu dağılırsan, Şeir deyirəm, yaşayıram. Şeir deyəndə belə edirlər. Sən də deyəndə? Mən də belə doğdum qızım. Də şeir hə. Mən nə edim? Bütün ailəmi danışdım, necə doğdum, necə çıxartdım qırağı, nə elədim? Onu da sən bütün hamını açdım, tökdüm ortaya. Da nə deyim mən? Belə şeir var, mollaydı, dollaydı, məndən yazıb. Monika. Kül Monika'nın başına, məndən yazıb Monika. Mən yanında ki doğanda. Atamı görmədinsə, Sən bunları niyə danışırsan? Şeir bundandır, ibarətdir. necə oldun bəs ana? Hardan çıxdı bu uşaqlar? Ay, bir ədəb söz deyərdim sənə. Necə oldu? Necə gətirdin dünyaya? Bəs Leylək? Bəlkə Leylək səni sevirdi. Neynək? Olsun Leylək. Adı Leylək miydi? Yox, Beyrək idi. Yoxsa səhifəsinin adı Leylək idi? Beyrək idi, adı Beyrək idi. Ana bəs sizə şeiri verir, səni doğdum dünyaya getirdim. Səni doğdum, dünyaya gətirdim qızım. Kaş doğmayaydım səni. Leyləklə mi? Kaş doğaydım. Leyləklə mi? Yox, Beyrəklə. Bəs də ana. Səni doğdum, dünyaya gətirdim qızım. Verdinmi məni Leyləyə qanadında uçum deyə? Mən bir ömür anamı quş bildim. Leylək bildim, neynək dedi. Sənə ağzıma gələnlər deyərdim Hadi. sənə. Səni doğdum, dünyaya gətirdim qızım. Doğdum, nə bir şeydi də? 8 Mart'dır anacan. Lap tezdən oyanmışam. Təbrik gözləyirəm. mən. Sənin bayramındır. Sən bir quş olub azad yaşamaq üçün bizi dünyaya gətirdin ana. İndi o quş qanadların solsa da, indi qanadların bircə tökülsə də, uçmaq istəsən qanadın uçmaz. Ana, Amma əlimi niyə qaldırsan? Qaran mən quş ha. sən Quş bir oldum, Leylək oldum, Beyrək oldum da nə oldu da? Dinəndə səni Salamat doğmaydım, doğdum, dünyaya gətirdim, çox tardı da. bir şey qurtarmadı ana. Hə, daha razı qalan. Saçlarını sən bir azad quşsan ana. Sən deyəcəksən indi cəmaət söz çıxardacaq ki, bunun anası quş olub, qız da dəqiqə quş. Quş olmuşam mən. Niyə belə dəqiqə başımdan quş deyirsən? Ana, Çarşı quş olaydı mənə. Uçaydım gedərdim əl üzrə. hara gedirsən ana? Cəhənnemin orta Hansı küncünə. ölkəyə tərəf uçsan da yuvam sənsən ana. Sən bizim yuvamız, quşumuz, qanadımız, bəzən Deməsə sığırçın, yığışdırsan da. bildirçinimizsən Yox, ana. qaran quşu burada sığırçını bildirçini. Qartal mı deyim sana? Yox, Hə. əsla demərəm. Sən hələ də sığırçınsan, sığ bizim ürəyimizə ana.
Uzun bir video oldu ama yine de ana bir sığırçın kanadıyla bir sığırçın kadın olarak Sığırsın dedim sənin nəslindir. Bir. İkinci də ki, bütün qadınları, bütün gəlinləri, qızları, anaları hamını təbrik edirəm. ne bu? Nədən təbrik etsə nə Ben deyirəm? sığırçın kanadımla. Mən sığırsın zaten niyə sığırsıram? Yox. Qaranquşam, ördəyəm. Eşqalda. Hamınızı tebrik edirik. İnsan kimi də insan sözüdür. Quş kimi niyə deyim cəmaata? Hamınızı tebrik edirik. Öpürəm Hamını bağlı təbrik edirəm, öpürəm. Bayramınız. Bayramınız mübarək olsun.